Keçən dərslərimizdə Vue haqqında danışmışdıq. Bu dərsdə Vue haqqında daha geniş məlumat almağa çalışacağıq. Baxa görək saytın xarici görünüşünü, saytda olan müvafiq informasiyaları, yəni standart, hal-hazırda bizim saytda görürük ki, standart məlumatlar var. Həmin standart məlumatlar haradan dəyişilir, necə dəyişilir, saytın xarici görünüşünə necə müdaxilə etmək olar, müəllif hüquqları və s. bu kimi xırda elementlərin dəyişilməsi prosesinə baxacaq. Bunun üçün PHP Designer proqramımızı açırıq. Proqramımızda Protected qovluğu var. Protected qovluğunda Views qovluğu var. Bilirik ki, Views informasiyanın əks edilməsini təmin edir. Views qovluğuna daxil oluruq. Views qovluğunda bizim Layouts qovluğu var və bütün xarici görünüşü təmin eləyən, yəni saytımızın HTML karkasını təmin eləyən informasiya məhz burada yerləşir. Biz daxil oluruq main.php faylına və görürük ki, məhz bizim uzun müddətdir saytımızda gizlənən məhz doctype'dir, taglərimizdir, müvafiq informasiyalar hamısı məhz burada əks olunub. Main hissəsində language bölməsini misal üçün müvafiq dəyişikliklər edirik ki, bunlar yəqin ki, HTML-i bilirik, ona görə çox da dəyişiklik etmirik. Burada gəlirik biz widgetlərimizdən biri olan menu widgetinə. Bu widget haqqında ayrıca dərsdə danışacağıq. Bizim yuxarı hissədə menümüzün əks olunmasını məhz menu widgeti təmin edir. Bəs widget özü nə olan şeydir? O haqda danışaq. Vue biz dedik ki, MVC-nin 3 əsas qolundan biridir. MVC, Model View Controller. Vue öz növbəsində 2 əsas hissədən ibarətdir. Səhv eləmirəmsə, ilk dərsdə bu haqda danışmışdıq. Ondan birincisi layoutdur. Layout, digəri isə widgetdir. Widget. Məhz Vue-nun informasiya təmin etməsini təşkil edən 2 əsas komponent məhz layout və Vue-dur. Layout bizim indi girdiyimiz bu main faylındakı main faylının yerləşdiyi qovluqdur. O informasiyanın HTML karkasını və s. elementlərini saxlayır. Widget isə kiçik proqram hissələridir. Məsələn, bizim saytımızda widget nələrdən ibarət ola bilər? Saytımızda yuxarı hissədə naviqasiyanın görünməsi, həmçinin breadcrumbs adlanan bu cür naviqasiya hissələrinin yaradılması, sonra formların yaradılması, yəni istifadəçi ilə, məsələn, burada kontakt səhifəsi var, həmin kontakt özü C-Active Forum widgetinin qoşulması ilə realizə olunub, həmçinin login bölməsində də C-Active Forum widgetinin qoşulması ilə realizə olunur. Qıraq hissədə menyularımızın qoşulmasıdır, Portrait widgeti vasitəsilə və sair widgetlər geniş şəkildə istifadə olunur. Yəni, bilmək lazımdır ki, layout proqramın ümumi xarici görünüş karkasını və s. funksiyalarını saxlayır. Məsələn, column 1-də karkasın əlavə komponentlərinin qoşulması təmin olunur. Məsələn, menu widgeti burada qoşulub. Görürük ki, mainin özündə HTML karkası saxlanır. Bizim widgetlər isə framework qovluğunda Z-Widgets bölməsində yerləşir. Bunlar widgetləri yaratmaq üçün istifadə olunan klasslarımızdır. Onlar müvafiq qovluqlarda da yerləşirlər. Bunlar haqqında da geniş məlumat alacaq. Hələlik bilmək lazımdır ki, Vue-da informasiyanın əks olmasını təmin edən əsas 2 komponent var. Onlar da məhz layout və widget komponentləridir.
Gəlirik Views Main bölməsinə. Burada bildik ki, menyuları dəyişmək üçün sizə menyuya müdaxilə etmək lazımdır. Məsələn, Home bölməsinin adını misal üçün edək əsas. Yəni əsas səhifə burada olsun. Haqqımızda məlumat. Haqqımızda əsas və s. Bu cür menyuları rahatlıqla dəyişmək olar. Baxırıq, səhifəni yeniləyirik. Menyu hissəsinə baxırıq, görürük əsas və haqqımızda düzdür. Bizim şriftlər görünmür. Niyə görə? Fayl kodlaşdırma ANSI-dədir. UTF-8 edirik bunu. Səhifəni yeniləyirik. Yadda saxlamamışıq. Problem budur. Səhifəni yeniləyirik və görürük ki, bizim menyularımız rahatlıqla görünür. Menyulara gedən yolu isə bu hissədən rahatlıqla dəyişə bilərik. Hələlik burada çox da diqqət yetirməyək. Bunları menyunu ayrıca keçəndə öyrənəcəyik. Əlavə olaraq demək lazımdır ki, burada müəllif hüquqlarının göstərilmə yeri var. Bu müəllif hüquqlarını buradan rahatlıqla dəyişə bilərik. Həmçinin YPowered funksiyası var. Bilirik ki, Y klası YBase klasından törüyüb. Ona görə YPowered əslində YBase klasının Powered adlı statik funksiyası var. Onu göstərir. Ona görə framework-a daxil oluruq. YBase klasını seçirik. YBase klasında axtarış veririk. Powered görürük ki, public static function powered. Burada powered by Y şəklində göstərilir. Powered by, misal üçün bizdə burada Y framework, misal üçün silirik, S2RAL. Fayla gedən, daha doğrusu linkimizi buradan dəyişə bilərik. İnternet aktiv olmadığına görə nəsə qoymağın elə də mənası yoxdur. Səhifəni yeniləyirik. Baxırıq, YPowered artıq S2RAL oldu. Belə, bu dərsimizdə qısaca olaraq View haqqında keçən dərs dediyimiz informasiyalara əlavə olaraq informasiya lazım oldu. Ona görə bu haqda məlumat verdik. Növbəti dərslərimizdə verilənlər bazası ilə iş necə təmin olunur, verilənlər bazasına informasiya necə daxil olunur, Y-Framework vasitəsilə necə oxunur və s. haqqında geniş məlumat alacaq. Gələn dərsdə görüşənədək.